Demirəm mi salam, nə tərsiz? Salam. Salam. Görə bilirsiniz. Çox uzaq düşmürəm. Salam. Əleykümə salam. Nə vaxtdan bu otağı belə görmür deyə bir duyğulanma gəldi mənə. Uzun zaman oldu. Deməli belə, biraz gecikməyimin səbəbi əslində balaca başqa şeylər var, ona görə onları düzəltməyə çalışdım. O da çatdırıb ancaq indiyə gəlib çıxa bildim. Deməli uşaqlar, nədən danışırıq? Durğu işarələri. Neçə nəfərik burada? Ekranı tıklayın. Mən sizə bugün ekran paylaşımı eləməyəcəm. Çünki belə ekran paylaşımı eləyəndə yaxşı alınmır. Amma mümkün qədər səsləri özünüz danışmayınca bağlı saxlayın ki, sizin səsinizlə mənim səsim belə deyim, qarışmasın. Ekran, çünki siz danışdıqca siz də görünürsünüz də ekranda. Onsuz da burada kamera da qoymuşam. Eynən çəkib atacağım həm də sizə. Deməli, bütün nə durğu işarələri var? Yəni, qabağınıza çıxacaq bütün durğu işarələrini çalışacağım bugün təzədən bir daha izah edeyim. Siz də bunun gələn dəfədə növbət dərsdə buna aid cümlələr falan yazacaq. Düzdür, istədim video şəklində əvvəl çəkim atım. İki şey var da, bir çatdıra bilmədim, bir də elə istədim canlı olsun. Uşaqlar bəzən videoya baxmırlar. Düzdür Səidə, sən dünya görmüş adamsan. Hal-hazırda 34 nəfərik. Uşaqlar niyə qoşulmayıb görəsən? Nədən olub o? Uşaqlar, birinci başlayacaq, birinci. Nədən? O, bu əvəzliyinə. Bilirsiniz də, ilk elə öyrəndiyiniz durğu işarələri mövzusu budur. Yəni, o, bu əvəzlərində vergül necə qoyulur, hansı vəziyyətdə qoyulur və yaxud hansı vəziyyətdə qoyulur. Düzdür, çətin deyil, amma bəzi məqamlar var ki, o bizi çaşdıra bilir. Məsələn, o gün bir dənə OTK-nın sınavında 10-cu siniflərin blokuna bir dənə sual düşmüşdü. Uşaqların yarısı həmin sualı səhv eləyib. O, bu əvəzindən bağlı vergül məsələsi. O sualı da deyərəm, necə yadıma salarsınız, arada deyərəm. Deməli, birinci qaydasına baxaq, necə qoyulur? Dərsi rekorda yox, qıraqdan çəkirəm. Həm də qıraqdan çəkirəm, ona görə problem yoxdur. O görüm, sizin səsinizi də verin, rahat düşsün ona. Tamam. Deməli, o-va vəzifələrinə uşaqlar, biz cümlə daxilində buna nə cür rast gəlirik? Bax, məsələn, bəzi izahlarda, bəzi məqamlarda sırf bunun mübtədə olanda vergül qoymalıyıq deyə bir şey var. Deyirlər. Amma yanlışdır. Yəni, mübtədə olmağı şərt deyil vergül qoyulmaq üçün. Nə şərtdir? Bax, iki şeyə fikir verəcək birinci. Cümlədə gördüksə, sual verəcək ona. Yəni, cümlə daxilində. Bir, ona kim sualı verə bilərik? Kim və yaxud da nə? Bu iki sualdan birini verə biləcəyik. Fərq eləmir bunlar. Bir də hansı sualını verə bilərik? Hansı? Əgər biz buna o-va əvəzlərinə hansı sualını veririksə cümlə daxilində, məsələn, deyirəm ki, o kitab təzədir. Hansı? Düzdürmü? Hansı kitab təzədir? Artıq ona vergül haqqında heç bir şey düşünməyəcəyik. Yəni, hansı sualını verdiyimiz halda artıq orada vergül özündən sonra nə gəlib, necə gəlib, niyə gəlib, harada gəlib, neçədə gəlib da bunun bizə fərqi yoxdur. Əsas məsələ bizə lazım olan nədir? Cümlə daxilində kim və nə sualına cavab verməlidir. Birinci məqamı budur. Kim və nə sualına cavab verəndə də, yəni elə tələsib də tez götürmürük ki, bu tapdım, yox. Orada etap-etapdır da, mərhələ. Birinci mərhələ hansı sualına cavab verənləri variantlardan çıxıb, onlarda vergül yoxdur. Kim və nə sualına cavab verənləri tapdıq və özündən sonraya baxırıq. Özündən sonra əgər feil, sonra əvəzlik, sonra deməli ədad, sonra məsələn qoşma deyək, köməkçinin qısalarla bağlayıcı, qoşma, bağlayıcı, ədad. Bax, bu nitq hissələri gələrsə özündən sonra feil, 2 dənə əsas nitq hissəsidir, 3 dənə köməkçidə, yəni 5 dənə nitq hissəsi var. Feil və əvəzlik, ədad, qoşma, bağlayıcı.
Bunları görərik sözündən sonra. Orada yenə hansı da elədiyimiz variant atacağıq. Yəni vergül qoymuruq. Məsələn, nümunə deyək də, tutaq ki, o danışır. Və yaxud da o danışanda, məsələn, belə də ola bilər. O danışanda hamı qulaq asır. Yəni, baxın, feil gəlir özündən sonra. O danışanda hamı qulaq asır. Və yaxud da o danışır. Feillərin içində bir dənə feil sifət istisnadır uşaqlar. Feil sifəti çıxırıq. Məsələn, deyirəm ki, o oxuyan şagirddir. Kim? O. Feil sifət gəlir. Baxırıq ki, hə, feil var, amma bu feil o feildən deyil. Feil sifətdir. Feil sifət deyəndə vergül qoya bilərik. Feil sifət, yəni, bir tərəfin adamıdır da, yəni vergül tələb edir. Amma digərləri vergül tələb eləmir. Feili bağlamadır, təsirlənən feillərdir, feilin şəkilləridir, nə bilim, nədir. Bunların heç birində vergül qoymuruq. Hə, feil gəlibsə vergül qoymayacaq, amma sonra baxırıq. Əvəzlik, məsələn, ola bilər, əvəzlik gəlib bəlkə. Məsələn, deyək ki, o gün düşən sualı elə qoy, mən burada deyim. Məsələn, deyək ki, o belə kitabları, aldı. Deyək, məsələn, baxın, o belə kitab aldı. Məsələn, baxıram, odan sonra əvəzlik var, düzdür, vergül qoymayacaq. Deməli, bu mötərizədə yazdıqlarım feil, əvəzlik, ədat, qoşma, bağlayıcı. Belə bir sual o gün elə haşiyə çıxım deyim, məsələn, sizə o gün 10-cu siniflərə düşmüşdür. Deyir ki, hansı cümlədə, deməli, o əvəzindən sonra işlənən söz yalnız qrammatik məna bildirsə də vergül qoymayacaq, həm leksik, həm qrammatik məna bildirsə də vergül qoymayacaq. Bu birisi nədir? Bax, belə bir cavab idi, cavab. Çünki bu, ədat kimi də düşünülə bilər cümlə daxilində. Məsələn, o belə kitab aldı. O heç vaxt kitab almırdı. Bugün o belə kitab aldı. Bax, düşünün, ədat kimi. Yəni, ədat işlənmiş olsa belə yenə vergül qoymayacaq. Bunu əsas nitq hissəsi kimi düşünsək, o belə kitab aldı, əvəzlik kimi yenə vergül qoymayacaq. İstənilən halda vergül qoymuruq. Yəni, ona görə də bax, bu vəziyyəti yadda saxlayır. Sonra məsələn, ədat işlənir, tutaq ki. O ki, məni tanıyır. O ki var. Ədat var, deməli, vergül qoymuruq. Sonra, nə bilim, qoşma işlənir. Və yaxud da, nə bilim, o haqda danışır, tutaq ki, belə bir şeydir, o haqda, qoşma. Bağlayıcı işlənir. Nə bilim, bax, bu məqamlarda, yəni, vergül qoymayacaq. Deməli, bizə nə qalır? Yenə bir daha təkrar edək, qısaca deyirəm. Deməli, birinci vəziyyətdə hansı sualına cavab verənləri çıxırıq, onlarda vergül qoymuruq. İkinci etapda kim və nə sualına cavab verdisə bunu saxlayırıq, özdən sonraya baxırıq. Yəni, ardıcıl bunları eləməliyik. Özdən sonraya baxırıq. Deməli, feil, əvəzlik, ədat, qoşma, bağlayıcı varsa, o zaman vergül yenə qoymuruq. Onlar yoxsa rahat şəkildə vergül qoya bilərik. Burada indi biz köməkçi hissələrin içərisində nəyi çıxmışıq sizcə? Görürsünüz, üçünü yazmışıq bura. Üçünü. Deməli, modal sözləri yazmamışıq. Çünki modal sözlərin özünün xüsusiyyətidir ki, hər tərəfinə vergül qoyulur, ortada gəldikdə. Məsələn, o, əlbəttə, gələcək. Bunun artıq bu vergülün, burada qoyduğumuz vergülün heç bir dəxli yoxdur o əvəzinə. Sadəcə bu modal sözün özünün və yaxud da, demək ki, həmin o sözün özünün tələbidir də modal sözün. Hər iki tərəfinə vergül qoymalıyıq. Yəni, bunun heç bir, deyəcəm onu, sadalamanı falan deyəcəm. Deməli, heç bir adiyyəti yoxdur. Məsələn, bəlkə sənə burada vergül qoya bilər, belə cümlələr verər 5 dənə. Deyə bilər ki, hansı cümlədə vergülün qoyulması o əvəzinə bağlı deyil. Məsələn, cavabın birində də bunu yazar. Məsələn, yazar, o həkimdir, o dünən gəlib, o sabah gələcək, belə bir cümlələr verib, bir dənə də içində verib, o əlbəttə gələcək. Artıq burada o əvəzdən sonra qoyulmuş vergülün bizim o bu əvəzimizə heç bir dəxli yoxdur. Bax, bu vəziyyəti yadda salır. Bir də nida. Bəs nidanı nəyə çıxmışıq? Nida. Nida da eynən bilirik ki, hər tərəfində vergül tələb eləyir. Vergül tələb eləyir. Məsələn, deyə bilərik ki, nə deyək? Deməli. Məsələn, o, vallah,
gələcək. Ant bildirən nidadır, hər tərəfində vergül qoymalıyıq. Bu da modal söz kimi. Yəni ümumiyyətlə nidaların da xüsusiyyətidir də, cümlənin ortasına gələndə hər iki tərəfində vergül qoyulmalıdır məsələsi. Deməli belə, heç nə bunu dedik. Bir də uşaqlar bax, indi mən sizə bir şey də deyim. Bayaq dedim. Mütləq deyil mübtəda olsun. Baxın, cümlədə mübtəda olmağı vacib deyil. Kim və nə sualına cavab verib də mübtəda deyil. Məsələn, deyir ki, o dünən gələndə mən orada yox idim. Baxın, yox idim kim? Mən. Nə vaxt? O dünən gələndə, düzdür? Vergül qoymalıyam. Mübtəda deyil, zərflikdir. Fe'li bağlama zərflik də deyil, yəni tərkibin içindədir. Fe'li bağlama tərkibin içərisindədir, düzdürmü? Amma vergül qoymalıyam. Çünki deyirəm ki, kim gələndə. Burada artıq mənim işlətdiyim o sözün belə deyək də mübtəda vəzifəsində olmadığını görürük. Yəni vacib deyil ki, mütləq mübtəda olsun. Mübtəda şərt deyil. Əsas olan odur ki, kim nə sualına cavab versin və bayaq dediyimiz özündən sonra fe'l, əvəzlik, qoşma, ədat, bağlayıcı işlənməz. Bax, bu vəziyyətdə yadda saxlayın, tərkibin içində işlənir, mübtəda deyil cümlədə, amma kim və nə sualına cavab verir. Dünən zərfdir axı, olsun da zərf, ondan nə olacaq ki? Nə dedik ki? Dedik zərfdən əvvəl işlənir qoyulmur, elə bir şey demişik biz burada. Fe'l, əvəzlik, ədat, qoşma, bağlayıcı. Hə. Səsiz açın deyim, bilmirəm axı, nə deyim. Mənim bir deməkdir ki, fe'l sifət olanda özündən sonra vergül gəlir. Orada fe'li bağlamadı, dünən gələndə, nə zaman? Özündən sonradır mı ki o? Özündən sonradır mı? Arasında dünən var. Dərhal soruya baxmaq lazım. Özündən sonra gələn zərfdir. Fe'li bağlama bu tərəfdə işlənir. Tamam. Arasında, məsələn, dünən sözü olmasaydı vergülü qoymayacaqdıq. Məsələn, bax, sual verə bilər sənə sabah. Cümləni bu formada verər. Deyər ki, nömrəliyə üstünə rəqəmlər qoyar. 1, 2, 3, 4, 5 verər. Deyər ki, hansı sözü çıxarsaq, tutaq ki, o əvəz bir dənə vergül azalar cümlədə və yaxud da vergül olmaz. Dünən sözünü götürə bilərik məsələn. Təbii ki, o sözün özünə çıxarsaq vergül qoymayacaq, amma dünən sözünü çıxarsaq o gələndə olacaq və vergül qoyulmayacaq. Bax, belə məqamlara fikir verin. Fe'li sifət tərkibinin, məsdər tərkibinin, fe'li bağlama tərkibinin aslı tərəfi kimi işlənəndə kim nə sualına cavab verəndə vergül qoyulur. Tərkibin aslı tərəfi, ha. Bax, biri var, birbaşa fe'li bağlamanın yanında gəl, o başqa şeydir. Onu qatmayaq. Daha sonra bir də bax, belə bir cümlələr qabağınıza çıxa bilər tez-tez. O gün bizim sınaqda da var idi, səhv eləmirəmsə. Bilməm, o sınaq siz işlədiniz, yoxsa o biri qrupa vermişdir. Bax, deyir ki, o, mən və Əli ova getdik. Cümlədə vergülün qoyulması düzdürsə? Düzdür, çünki sadalama var, həmcinslikdir. Bəli, bu vergülün OB əvəzindən heç bir əlaqəsi yoxdur. Özdən sonra da baxın, burada əvəzlik gəlir. Əvəzlik gəlir, amma vergülü qoymalıyıq. Səbəb nədir? Çünki sadalayır. Həmcins üzvlərdir. Bu həmcins üzvün vergülüdür, yəni. Burada OB əvəzinə aid vergül olmasa da vergülün qoyulması tam da düzgündür. Və yaxud da deyir ki, o əlavə kimi. Burada tiredə qoya bilər, bilirsiniz də. Mənim dostum tələbədir. Belə bir cümlədir və burada odan sonra tutaq ki, vergül qoyub. Qoya bilər. Çünki nədir? Burada da cümlə üzvünün əlavəsidir. O, mənim dostum tələbədir. Tire də qoya bilər, vergül də qoya bilər. Biz bilirik ki, cümlə üzvünün əlavəsində tireni vergüllə əvəzləmək səhv deyil. Yanlış bir şey deyil. Ona görə də bu halda da qabağımıza çıxa bilər. Baxın, özündən sonra yenə əvəzlik var. Amma vergülün qoyulmasında bir problem yoxdur. Bir də özünüzü nədən gözləyin? Əvəzliyə oxşayan sözlər olur bəzən. Məsələn, deyirəm ki, o mənliyi olan adamdır. Mənliyi
Yeni tutaq ki, itirmiş adamdır. O mənliyini itirmiş adamdır. Burada mənlik sözünə baxın. Əvəzlik deyil. İsimdir. Veya başka bir dənə söz var idi, testlərdə də işlənib, bizdə testdə var idi. Bax belə. O öz-özünə sizdə burada vergül qoymalıydınmı bunun qabaq cümlədə? Bəli. Aha. O öz-özünə danışır. Bax burada qoymalıyam mı? Bəli. Bəli. Zərfdir. Bəli, öz-özünə zərfdir. Belə şeylərdən də özünüzü gözləyin. Özü görürsən, ilk başdan sənə elə gəlir ki, hə bu deməli əvəzlikdir, amma əvəzlik deyil. Əvəzliyə bənzəyən başqa nəticələri. Necə? O mənim dostum tələbədir. Bizə niyə verişi qoyduğunu təsəvvür edə bilərsiniz? Əlavədir, cümlə üzrün əlavəsi. Bax, o mənim dostum tələbədir. Cümlə üzrün əlavəsinə vergül qoya bilərik, tire də qoya bilərik. Yəni tirenin yerinə vergülün qoyulması səhv deyil. Ona görə vergül qoya bilərəm ki, düzgündür ki, çünki cümlə üzrün əlavəsi olur. Bəli. Bildiniz mi? Müəllim, özündən sonra feil sifət gəldi, necə oldu müəllim? Özündən sonra feil sifət gələndə qoyacağıq. Yəni feil sifət bizim kəndin uşaqlarındandır. Vergül tələb edə bilər. Məsələn, o oxuyan şagirddir. Kim? O. Ha, bildim. Ha, bir də şey var, iki cür düşünülən cümlələr qabağınıza çıxır. Məsələn, sənə o cümləni verib də konkret deyə bilməz, mən burada vergül qoyum, yoxsa yox. Konkret deyə bilməz. Necə deyəcək? Cümlədə vergül qoyula da bilər. Məsələn, deyək ki, o divanda yatmışdı. Yatmışdı kim? O. O kim desəm vergülü qoyacam. Hansı divanda desəm o divanda yatmışdı. Vergül qoymayacam. Yəni o bayaq yuxarıda dedim, hansı və kimlə suallarına cavab verin. Bu iki vəziyyətli ikisi də var bunda. Bu artıq kontekstdən asılı olaraq belə deyək də o əslində vergül qoymasalar belə bir cür başa düşürük o divanda, vergül qoysalar başqa cür başa düşürük. Amma bizə bu cümlədə sırf bunu vergülə görə soruşanda deyir ki, hansı cümlədə vergül qoyula da bilər. Yəni bu durum işarəsini buraxır, deyir qoyula da bilər. Bax belə cümlələr onda bu olur. De görüm Aysun, nəsə deyirsən? Bəli, orada mənlik söz ismi oldu deyə qoyuruq da. Evet, bəli, da, yes. Ben onu deyirəm də. Deməli, əvəzliyə bənzəyir. Elə mən hissəsini görürük buradan. Fikirləşirik ki, və yaxud da başqa bir cümlədir. Bax, məsələn deyirəm, o kimsəsiz adamdır. Hə, bax, kimsə sözünə bax. Sifətdir də qoyulur. Sifətdir, bəli. Kimsə, kim sözü, kimsə desəydi, məsələn, o zaman əvəzli olardı. Amma burada qoymalıyıq. Çünki kimsəsiz sifət. Yəni məqamlar var da, sözlərə diqqət etmək lazım. Məsələn, burada öz sözünü görüb də adam istəyir fikirləşək ki, bu əvəzlik gəlir, vergül qoymayayım. Amma o deyil ha, zərfdir. Düzdürmü? Ondan sonra təsdiq imkanı gəlsə qoya bilərik. Necə? Hə, onlar çünki özlərinin tələbidir. O belə deyək də, təsdiq inkar ədatları o əvəzindən sonra çox da işlək bir şey deyil. Məsələn, o deyib də sonra hə, o hə, bu hə, belə bir şey demək biraz olmur. Amma, hə, bir də bir şey deyim uşaqlar, bax, siz o əvəzin, indi bu vergülə aid olmasa da, o əvəzliyini bəzən, məsələn, soruşur ki, hansı cümlədə işarə əvəzliyi tutaq ki, təyin vəzifəsindədir və yaxud da şəxs əvəzliyi tamamlıq vəzifəsindədir. O əvəzliyi bilirsiniz, işarə də var, şəxs də var. Yəni, bilin ki, hallanan var, hallanır. Onun, ona, onu, onda, ondan, nə bilim nə. Onun hamısı şəxs əvəzliyidir. Yəni, sən o işarə və şəxsi fərqləndirmək istəyirsənsə, sadəcə sual ver. Baxın, kim və nə sualını, o bayaq dedim yuxarıda, kim və nə. Bu suallara cavab verən olur şəxs, hallananlar da daxil. Hansı sualına cavab verən olur işarə. Bu qədər bəsit bir fərqləndirməsi var əslində. Yəni, düşünün də, sizcə işarə əvəzliyi o tamamlıq ola bilərmi?
ola bilər də mən. Görsənmi bax. Buradan bura bax. Dedi ki, ola bilər. Əvəzlik kimdən sonra cavab verir axı? Yox, şey, sonra cavab verir, ola bilməz. Təyin olaraq. Bax, gör mən nə dedim. Hə, Aysa, ola bilməz. Çünki o işarə vəzi tamamlıq ola bilməz. Dedim axı, hansı sualına cavab verir yalnız? Hallanmır. Baxın, işarə vəzi o hallanmır. Hallanmır, cəmlənmir. Yalnız və yalnız hansı sualına cavab verir kontekst daxilində. Demirəm təyin olur. Cümlə hükmü təyin olur. Məsələn, və yaxud ola bilər tərkibin içindədir, heç təyin deyil. Amma sualla fərqləndirəcəyik. Bizə deyirsə hansı, bax, testlərdə ən çox düşən çaşdırıcı suallardan da biri budur, bax. Məsələn, deyir ki, belə bir sual qoyur. Deyir, hansı cümlədə daha doğrusu, hansı cümlədə işarə əvəzliyindən sonra vergül düzgün qoyulur. Düzdürmü? Hansı cümlədə işarə əvəzindən sonra vergül düzgün qoyulur. A variantında yazıb ki, özdə daha çox əvvəlki variantlarda verir də onu. Məsələn, deyir ki, o dünən, bayaq dediyim kimi, dünən gəlib, qoyub. Düzgündürmü hər şey? Amma sualın şərtini ödəmir. Bizə işarə əvəzliyi deyil. Ümumiyyətlə, işarə əvəzliyindən sonra vergül düzgün qoyulub deyilsə, o əvəzliyinə baxmayacağıq. O əvəzliyi qoyulubsa şəxs əvəzliyidir. Bax burada, görürsən, qoyulubsa şəxs əvəzliyidir. Bilirik ki, o işarə əvəzliyindən sonra heç bir halda vergül qoyulmur. Bizim vergül qoyduğumuz o şəxs əvəzliyidir. Vergül tələb edən o əvəzliyi şəxs əvəzliyidir, işarə əvəzliyi deyil. Çünki işarə əvəzliyinin başqa bir işi yoxdur. Yalnız hansı sualına cavab verir, yalnız hansı. Ona da vergül qoymuruq biz. Sən axtarmalısan bu şərtdə olan sualda nəyi? Bu əvəzliyini. Baxın, bu əvəzliyini. Məsələn, B variantında deyir ki, bu deməli, sabah, necə deyək? Bugün gedir. Bugün gedir. Nə vaxt? Bu sizi çaşdırmasın, bugün zərf daha. Kim? Bu. Bax, burada məsələn işarə əvəzliyidir. Vergülün qoyulması, hə, bu əvəzdən sonra qoya bilərik. Deməli, çünki söhbət işarə əvəzindən gedəndə yalnız budan sonra vergül qoyuruq. Odan sonra vergül qoymuruq. Tutardı mı bundan? Başqa bu əvəzindən bağlı yəqin ki bir şey qalmadı. Keçək bağlayıcılara. Dərhal oradan gəldik bağlayıcılara. Duruq işarələri bağlayıcılarda var idi. Sonra bağlayıcılarda nəsə sualınız yoxdur bu əvvəl aid? And için inanım, and içməsəz inanmayacaq. Tamam, yaxşı. Deməli, bağlayıcılarda vergül məsələsi. Birinci növbədə təkrarlananlara baxaq. Məsələn, təkrarlanan bağlayıcılarda vergül necə qoyulur? Bax, deyir ki, təkrarlanan bağlayıcılar hansılardır? Həm də, ya da, sonra gah da, sonra nə də, sonra istərsə də. Düzdürmü? Bu bağlayıcılar təkrar olunur. Bir neçə dəfə işləmədə, məsələn, deyirəm, gah aslan gülür, gah da mövlud gülür. Tutaq ki. Deməli, burada gah da var. Və yaxud da ya sən getməlisən, ya da mən burada qala bilmərəm səndən bir yerdə. Belə bir romantik kimi. Deməli, bunlarda necə olur? Vergül durğu işarəsi. Birincidən başqa, baxın, burada yazıram. Birincidən başqa digərlərindən əvvəl. Yəni, neçə dəfə işlədirsənsə, bir dənə birincidən əvvəl vergül qoymursan. Qalanlardan əvvəl vergül qoyursan. Məsələn, deyirəm ki, belə bir cümlə deyək. Gah külək əsir, gah yağış yağır, burada da vergül,
gah duman olur. Deməli neçə dəfə işlətmişəm? 3 dəfə işlətmişəm, 3 dəfə. Və hər birinin birincidən çıxıram, bir dənə birincidən başqa, digərlərindən əvvəl, digərlərini burada işlədib, burada vergül burada qoymuşam sonda. Hə, digərlərindən əvvəl vergül qoyulur. Yaya da, nənə də, gah-gah da, istərsə də bu tipli təkrar olunanlardan. Nə deyirsən Yağmur? Üzmə de görüm. De. De üzmə de. Asım oxuyum cəmaatın içində. Cümlələrinizdə nənəm misalınız nə deyir ya? Mənəm misalımız. Nənəm misalınız anlamadıq. Nənəm kimdir? Mən nə danışır? Translate into Azərbaycan elə görüm onu. Deməli belə, bunu bildiyi uşaqlar neçə dəfə işlənərsə təkrar olunanlarda bir dənə qaydadır. İndi başqa bir də təkrar olunan var. Təkrar olunan var. Hansıdır? Dadə. Dadə. Düzdürmü? Təkrar olunur neçə dəfələrlə. Ya 5 dəfə də deyə bilərsən, 3 dəfə də deyə bilərsən. Saya bilərsən. Əlidə, Həsəndə, Mahmudda, Kərəmdə, nə bilim, dağda, çöldə, düzdə, daşda, nə bilim, kənddə, şəhərdə, qəsəbədə, dadə ilə deyirsən də belə. Həmin bağlayıcı vergülü necə tələb edir? Baxın, burada sonuncunu çıxırıq, təkrar olunursa. Sonuncudan başqa digərlərindən sonra vergül qoyarsan. Yəni bir dənə sonuncudan sonra vergül qoyursan. Əgər tək işlənibsə, o özü də sonuncudur elə. Onda da vergül qoyursan. Yaxşımı? Tək işlənib də. Məsələn, sonuncu 5 dəfə işlənməyib, bir dəfə işlənib. Məsələn, deyir ki, Aslan da gəlmişdi. Düzdürmü? Bu arada dadə bir dənədir. Məsələn, baxaq. Aslan 5 manat atarsan kartıma, adını lövhəyə yazır. Oldu. Hə, burada tək işlənib. Vergülə ehtiyac yoxdur. Amma deyirəm ki, bax, məsələn, sayırıq. Dağda, çöldə, düzdə, mənə doğmadır. Özümüz Əlimxan kimi hiss elədik. Deməli, neçə dəfə işlənib? 1, 2, 3. Üçüncü sonuncudur. Bunun xətrinə dəymirsiniz, onda vergül qoymursunuz. Bax, görsən, hamısı yazır ki, mənim də adımı yazır. Tamam. Deməli, sonuncuza vergül qoymuruq, sonuncudan başqa qalanlardan sonra vergül qoyursunuz. Təkrar olanlarda belə. Başqaları, məsələn, başqa bağlayıcılar necədir? Bax, məsələn, bir dəstə bağlayıcı var ki, fərqli məna növlərdə. Özündən əvvəl vergül tələb edir. Məsələn, daha çox bu iştirak bağlayıcılarında var. Məsələn, hansılar deyək? Hətta, həmçinin, sonra o cümlədən, o sıradan, daha sonra nə var? Sonra 2 dənə də məna növ deyə bilərik bura. Bir qarşılaşdırmalar hansılardır? Amma, ancaq, sonra lakin, fəqət, birini yazmıram. O hansıdır? Halbuki isə. Amma, ancaq, lakin, fəqət, halbuki nə yazmamışam? Yaxşı, onu yazım. Halbuki. Bir dənə isə. İsəni çıxırıq. İsə vergül məsələsinə qarışmır. İsədən əvvəl vergül qoymuruq. Amma, bax, belə deyim də, qarşılaşdırmaların hamısını yazdım. Əvvəl vergül qoyuruq bunlarda. Bu yazdıqlarından əvvəl vergül qoyuruq. Sonra bir də şey var, səbəb. Məsələn, çünki, ona görə ki, sonra onun çünki, bu tipli bağlayıcılar. Bax, burada nələr var? Burada dediklərimizdə qayda nədir? Əvvəl vergül. Məsələn, deyirəm ki,
Bütün uşaqlar, hətta kimi də adını çəkdi? İbrahim. Hətta İbrahim də gəlmişdi. Bax, məsələn, deyirəm ki, bütün uşaqlar, hətta İbrahim də gəldi. Bax, həttadan əvvəl vergül. Sonra həmçinin, məsələn, bütün dostları həmçinin Mövludu da çağırmışdı. Belə deyək. Bu arada gördünüzmü? Yəni, həmçinindən də əvvəl vergi qoymalıyıq. O cümlədən, o sıradan qarşılaşdırmaların da deməli bir dənəsini çıxırıq. Bax, o bir dənə qarşılaşdırma bağlayıcısını da biraz diqqətdə saxlayın. O biraz gizlənən bağlayıcıdır. Vergül orada həmin o hissədən əvvəl qoyulmur. Hissənin yanında vergi qoyulmur. Məsələn, deyirəm ki, mən dedim, bax, o isə gəlmədi. Eşitmədi deyək. İsə harada işlənir burada? Bir dənə cümlə var, topludan. Belə cümlədir. Deyir ki, yalnız ikinci dərəcəli üzvlər işlənməyən, sonra bağlayıcı ilə bağlanan nə tabi isim mürəkkəb cümlə istəyir. Deyir ki, belə təxminən cümlə sözləri onlar eyni deyil yadımda, amma məsələn, soruşdum, belə yazıblar. Bax, sənsə cavab vermədin. Cümlə bağlayıcı ilə bağlanıb, amma bağlayıcı görünmür. Elə yerə gizlənib ki, biz uşaq vaxtı, nədir o, siz də oynuyorsunuz yoxsa yox, siz harada tapasınız? Hamınız şəhər uşaqsınız, gizlən paç oynayanda qaçıb gizlənirik, elə yerə gizlənirik ki, biz onu tapıb çıxardamirdik. Sözün arxasını elə yer tapıb özünə, oradan onu tapıb çıxartmaq qəliz məsələdir. Amma diqqətli olmalıdır, yəni isə bağlayıcısı biraz bu cəhətdən gizlənir. Bugün, bilmirəm, baxdınız, baxmadınız, OTK-nın sınavında bir dənə cümlədə var idi isə bağlayıcısı. Düşür, onsuz da düşəcək, yenə də düşəcək. Yəni, bizim belə deyilik ki, bu mövzu, hansı mövzunun ki, beynimizdə tuturuq ki, bu düşməz. Bir də görsən, elə o gəlib düşür. Düzdür, yağmur. Yağıyor. Bir lətifə danış qulaq alsaq da, bir o şeydə, ədəbiyyatda ki, arada nə deyirlər ona? Pişrov deyirlər, qaravəli deyirlər, haşiyə deyirlər, yoxsa nə deyirlər səncə? Lirik ricət. Haşiyə, lirik ricət. Bir daha ondan elə görək. Səsi çıxmır ha? Ancaq sözlərini xısın deyir. Səsin batır. Ya da çox yüksəklərdən gəlir, biz eşitmirik. İki variantdan biridir. Tamam. Bağlayıcıda aşağılar. Başqa bağlayıcıda vergül, başqa nə var? Bax, təkrar olunanları dedik. Ya da gahda ki, nə bilim, sonra istərsə də, nənədə vergül nətər qoyulurdu? Biriniz deyin görüm kim desin. Özümdən əvvəl qoyulur. De görüm Aysun Şirinova. Düz demədim. Həmya ya da yaratgahda əgər davadan sadlanırsa, özündən əvvəlkindən başqa, birinci gələndən, özündən əvvəlkindən başqa, qalan hamısından əvvəl vergül qoyulur. Bəli, birincidən başqa qalan hamısından əvvəl. Dadədə nətər qoyulurdu? Aslan. Özündən sonra müəllim. 5 dəfə işlənsə 5-dən də sonra? 5-dən yox müəllim. Əgər artı işlənirsə özlərinə əvvəl qoyulur, amma bir dənə işlənirsə özündən sonra. Onu sənə kimi öyrədib ha? Mən elə qələt eləmərəm. Məryəm deyil. İlə başda qoyulursa, elə deyil, sonra. Nəysə, qoy görüm. Kim deyə bilər? Dıdım. Ayxan deyə görüm. Nəyə müəllim? Dadə. Deyim. De. Kim o deyim deyəm? Görmürəm amma yenə də deyim. Emilya, əgər cümlədə normalda 5 dənə, 10 dənə işlədilirsə, birincidən əvvəl ancaq sonunculardan əvvəl qoyulur. Birincidə qoyulur. Amma bir dənə işlədilirsə elə sonuncuda qoyulur. Mən biraz lətifə kimi çıxdı. Deməli, tək işlənərsə qoyulmur dadə bağlayıcısında, amma çox işlənərsə sonuncunu çıxırıq. Qalanlarından sonra qoyulur. Bu belə. Bir də bu axırıncı yazdıqlarım hansılar idi?
qarşılaşdı. Bir də axırıncı insert axırıncı. Deməli, əvvəl vergül qoyulanlar. Qarşılaşdırma bağlacılar. Qarşılaşdırma səbəbi deyə bilərik. Bunlar ikisi məna növü olaraq. Bəli, qarşılaşdırma səbəb. Sonra Həmçinin, olar müəllim, hətta həmçinin o cümlədən, o sıradan, bunlardan əvvəl. Olar müəllim. Hə? İstərsə. İstərsə də təkrar olunur da. Bu onun təkrar olunanlar üçün demədik mi? Adam. Tamam, bağlayıcıda bu qədər. Qoşma vergül yoxdur qoşmada, bağlayıcı. Ədatda nə var? Ədatda vergül qoymuruq. Bir dənə məna növ. Hansılardır? Deməli, hə, yox, bəli, xeyr. Bax, burada əslində təsdiq inkar ədədləri hə, yox, bəli, xeyr, heç əsla var. O heç əslanı, heç əsla. Bunu çıxırıq. Bunlarda onsuz da yenə vergül qoyulmur. Amma bu hə, yox, bəli, xeyr həm cümlə kimi işlənə bilənlərdir. Bunlar bilirik də söz cümlənin 3 dənə ifadə vasitəsi var. Modal, ədat, nida. Söz cümlə. Dialoqda yaranır. Gedirsənmi? Hə, bəli, xeyr, yox, əlbəttə deyə bilərik. Söz cümlənin həm ifadə vasitələrdə, həm də bunlarda vergül qoyula bilər özündən sonra. Məsələn, deyirəm ki, hə, dostum, buna vergül qoymalıyıq. O da düzey bir xitabdır. Deyəsiniz, mən də söz yazdım ki, o da xitab oldu. Məsələn, hə, gedirəm. Vergül qoymalıyıq. Çünki təsdiq ədatıdır. Mövlud, özdən sonra feil gəldi, amma səncə düz elədim, yoxsa yox? Mən düz elədim. Çünki həmişə qoyulur təsdiq. Orada artıq sev məsələsi deyil də. O bu əvəzindədir də feil məsələsi. Tamam, bunu yadda saxlayaq. Bu hə, yox, bəli, xeyr, bu ədatlarda. Modalların da qaydası nədir? Modalların deməli, ümumiyən vergülü necədir? Cümlənin əvvəlində gələndə özündən sonra vergül qoyuruq. Ortasında gələndə hər iki tərəfində qoyuruq. Sonda gələndə özündən əvvəl qoyuruq. Bunu bilirik. Bir dənə məna növü çıxırıq. O da Sanki elə bir güyadır. sanki elə bir güya bənzətmələr. Bəli, bənzətmə. Sanki elə bir güya. Deməli, qalanlarına vergül qoya bilərik. Məsələn, nümunə deyək. Düzü, sənə inanıram. Düzü, doğrusu. Cümlənin əvvəlində gəlib özündən sonra. Həmin sözü keçirsək cümlənin burasına, sonrasına. Sənə inanıram düzü desəm, yenə də özdən əvvəl vergül qoyacam. Cümlənin ortasında işlənsə, məsələn, hər iki tərəfini vergül qoyacaq. Daha buna bölümünə yazmıram, amma bunları da yaddan çıxarmayaq. Sanki elə bir güya. Bunlarda vergül qoyulmur. Güya ki də olar, fərqi yoxdur. Sanki elə bir güya ki. Bunlarda vergül qoyulmur. Bax, bir dənə diqqət eləmişsinizsə, ədatın hamısında vergül qoymuruq, bir dənə məna növdə qoyuruq, təsdiq inkarda. Biri çıxır və digərlərindən fərqlənir. Modalların hamısında vergül qoyuruq, birində qoymuruq. Bu da buradan çıxır. Bir dənə də nidalarda bir şey var. Nidaların da hamısında əslində qoyuruq yenə. Amma bir dənə məna növdə qoymuruq. O da çağırışdır. Çağırış. Ey, a, ya, sonra nə var başqa? Nidada da modallar kimdir? Vergülün qoyulması bir sonunda. Bir dənə fərq var. Onu da deyərəm. Deməli, bax, çağırış nidaları hansılardır? Ey, a, ya, ay, ehey. Bu kimi sözlərdir. Bunlarda əslində vergül qoyulmur. Bax, deyir ki, qayda belədir ki, nidalarda modal sözlərdəki kimidir, aşağı-yuxarı bir dənə fərq var, onu deyəcəm. Vergülün qoyulması məsələsi ümumən modal sözlərdəki kimidir. Amma bu mənanı onlardan fərqlənir. Burada vergül qoyulmur. Məsələn, digərləri necədir? Modal sözlər cümlənin əvvəlində gələndə özündən sonra vergül, ortasında gələndə hər iki tərəfdə, sonunda gələndə özündən əvvəl vergül qoymuruq. Eynən digər nidalarda da belədir, amma bir dənə fərq var nidalarda. Məsələn, deyək ki, bəhbə.
nə gözəl havadır. Bunun yerində modal olsaydı bu konkret vergüllü idi. Konkret vergüldür. Amma bu iki xasiyyətdir. Vergül də qoya bilərsən, nida da qoya bilərsən. Bax, modal sözlə nidanın arasında fərq budur, duruş arasında. Cümlənin əvvəlində işlənərkən özündən sonra vergül də qoya bilirsən, nida da qoya bilirsən. Vergül və nida. Bax bu. Bu günlərin 39 nəfərlə davam elədi ya. Uşaqların yarısı qoşulmuyor. Gətirim mən də uşaq. Uşaq, nə hara gətirsən? Bura çox olar. Kanalda da paylaşırsan linki, dərsin linkini. Bir dənə istəyən at Azərbaycan dili kanalına falan. Statusda paylaş. Tamam. Nəysə, nə gözəl havada dedik. İndi bir dənə məsələ var. Uşaqlar, bu eynən bağlı vergül məsələsi çox düşür. Ona diqqət edin. Bax, mən nə dedim? Dedim, çağırış nidalarında vergül qoyulmur. Bu ümumi qaydasıdır. Amma qaydanın da içində bir dənə istisnası var. O da nədir? Bax, bu ey nidasıdır ki, ey nidasından sonra vergül qoymaq da olar, qoymamaq da olar. Baxır vəziyyətə, yerinə. Amma normalda bu istisnadır. Niyə? Çünki vergül qoyulur demək olar ki. Çox vaxt qoyulur. Necə qoyulur? Tək işlənərsə, məsələn, deyirəm ki, ey, məni də gözlə. Burada vergül qoyulur. Düzdür, nida işarəsi də qoya bilərəm. Bu təkcə çağırış, belə deyək də, məqamında işlənir. Çağırış məqamında. Buna xitab demirik, çağırış məqamında işlənir, belə deyək. Bu məqamda vergül dəqiqdir, qoymalısan. Amma bir də xitabla işlənməsi var, xitabla. Xitabla işlənəndə necə olur? Deyir ki, ey, dostum, məni də gözlə. Ey, dostum, məni də gözlə. Burada vergül qoya da bilərsən, qoymaya da bilərsən. Amma burada dəqiqdir, xitabdır da, ey dostum, bu xitabdır. Buradakı vergül, birinci vergül. Yəni burada, bax bu hissədə. İntonasiyamızdan asılıdır. Deyir ki, məsələn, bununla bağlı sualda da bizdən elə soruşur. Deyir ki, hansı cümlədə nidadan sonra vergülün qoyulması mümkündür? Və yaxud da qoyula da bilər. Bax, qoyula da bilər məqamı budur. Burada qoya da bilərəm, qoymaya da bilərəm. Sadəcə intonasiya nədir? Deyir ki, ey, dostum, məni də gözlə. Biri budur. Bir də ey dostum, fasiləsiz, ey dostum. Burada artıq vergül qoymursan. Arada İkidir düşünə bilir. bəli, ey xitabla işlənəndə, eydən sonra xitabla eyin arasında vergül qoya da bilirsən, qoymaya da bilirsən. Xitabla işlənəndə yalnız. Amma ki, xitabsız işlənəndə o zaman vergül qoymursan. Eğer belə qoymursan, nədir? Qoyursan. Dəqiq qoyursan vergül. Xitabsız işlənəndə özdən sonra vergül qoya bilərsən. Vergül və ya nida. Amma xitabla işlənəndə vergül qoya da bilərsən, qoymaya da bilərsən. Belə, özün. Uşaqlar, bir də nidada, bax, düzdür, bu vergülə aidiyyatı yoxdur, yəni duruş şərəsinə aidiyyatı yoxdur. Bax, bu iki nida bitişik də yazıla bilir, ayrı da yazıla bilir. Sözdən sonra işlənirsə, məsələn, bax, sözdən sonra ya sözdən sonra necə işlənir? Xudaya. İçi yazılır. Əvvəldə işlənəndə ayrı yazılır. Məsələn, ya, tutaq ki, Allah. Görürsünüz mü? Ya. Sözdən əvvəl işlənəndə ayrı, sonra işlənəndə bitişik. A da belədir, A. Məsələn, deyirəm ki, ay yağmur. Yağışını yağdır. Burada görürsünüz mü? Burada vergül qoy, amma soyadı da elə. Soyadı nədir sənin? Əsasları. Və ana gəzir orada. Yağmura qoymuşsan, mən də ay yağmur yazdım ora. Yağmura. Tamam. Deməli burada bax. Ayrı yazdım. Amma bir də necə bitişik yazıla bilir? O şeirdə vardı. Vaqifa göz yum cahana baxmaq, Vaqifa göz yum cahanın baxmaq xub biz iştinə. Vaqifa. Dilbərəm, mən səndən ayrı. Bəli, Dilbərəm, mən səndən ayrı ömrü canı neylərəm?
Tac taxtı, mülkü malı, xanımanı neylərəm? İstərəm vəslin camalın, taqılım dərdə dəba. Ey Nabil, mən sənsiz bu dərsi, bu taliyi, bu qismət neylərəm? De görüm Nabil. Benim orada teyzeyi Vakıfa. Orada onda Qadın cinsi deyil, Nabil, qadın cinsini bildirmir, kişidir. o Nida da benim onda. Sən Nidad. Tamam. Deməli belə, keçdik. Digər köməkçinin qısaları qutardı mı? Hə, qutardı. İndi keçək sintaks bölməsində harda durğu işarələri məsələsi var idi. Əlavələr, hə? Əlavələr. Deməli, birinci növbədə biz belə deyək. Cümlə üzünün əlavəsində durğu işarələri necə olur? Əsas istifadə olunan durğu işarəsi tiredir, amma vergül qoymağımız yanlış deyil. Məsələn, əlavə, mən sırf durğu işarəsindən danışıram deyə əlavənin tam özünü izah eləməyəcəm də. Bax, məsələn, deyirəm ki, onu dostumu görəndə sevindim. Burada nə qoymalıyıq? Tire. Tire qoymalıyıq. Amma vergülün qoyulması yanlış deyil. Baxın, əlavədə tireni vergüllə əvəz eləmək yanlış bir şey deyil. Eləyə bilərsiniz. Amma daha çox istifadə olunan tiredir, deyirik. Onu, dostumu. Bu belə. Tire qoyulur, vergül də qoyula bilər. Amma birdən ola bilərdi, yəni bağlayıcı işlənərdi. Onu, yəni dostumu görəndə sevindim. Gəlindən sonra vergül qoymalıyam mı? Əvvəl deməli, sonra niyə? Deyirəm, görüm yadınızdan çıxmayıb, yatmamısın. Əvvəl, bəli. Deməli, əvvəl vergül qoyuruq. Sonra qoşu nöqtə qoyuruq mu burada belə? Deyir, əvvəl. Yox. Deyir, belə olur. Aysa, o deyil. O birisi hardadır? Ümumiləşdirici sözlərdə. Baxın, yənidən sonra sadalayacaq. Onları deyəcək, onları. Yəni, Əhmədi, Kərəmi, Abdullahı, Mikaili belə bu şəkildə deyərsə, o zaman yənidən sonra qoşu nöqtə qoya bilərik. Bax, yəni sizin qabağınıza çıxanda yənidən qabaq dəqiq vergül var. Vergül dəqiqdir. Məsələn, onu, yəni bunu. Və yaxud da kəndə, yəni yurduma gedirəm. Yənidən amma sonra sadalayırsa, o artıq həmcins üzvlər işlənmiş olur. Ümumiləşdirici söz. İndi onu da deyəcəyik. Nəsə kimsə nəsə deyir deyirəm, hə? Deyirəm, durğu işarələri deyəsən yadımızdan çıxıb Ömərdir. Mənim mi? Ola bilər. Təbii prosesdir. Müəllim, bəs biz deyə bilərik ki, yəni harda gəlirsə, bu tabisi bağlayıcısı, o cümlə əlavə işlənən, yəni ilə işlənən tabisi mürəkkəb cümlədir. Yox, bax, qulaq as. Belə bir şey var. Yəni işlənməsi tabisiz mürəkkəb cümlədə də var. Cümlə ola bilər o. Yəni işlənən hər cümlə əlavəli cümlə deyil. Orada həmci sözlər, ümumiləşdirici sözlər də ola bilər. Bir də yəni şey də var da, nida da, ədat da var. Ədat. Onu da nəzərə alın. Bağlıdır, bəli. Ədatda vergül qoymuruq. Yəni bunu da bilmirsən, məsələn. Burada ədatdır. Yəni. Orada vergülə ehtiyac yoxdur. Ümumiyyətlə, yəninin bağlayıcı və ədat mövqeyində işlənməsini fərqləndirmək çox rahatdır. Yəni nə bağlayıcısıdır? Aydınlaşdırır. Bizi aydınlatır da, aydınlatır. Məsələn, bax, onu, yəni dostunu aydınlaşdırır. Amma məsələn desəm ki, yəni bunu da bilmirsən, burada nə aydınlaşdırır? Heç nə. Sual məzmunu yaradır. Yəni, əslində, öyle adı belində aydınlaşdırma bağlayıcısıdır. Aydınlaşdırma bağlayıcı kimi işlənəndə özündən əvvəl vergül qoyuruq. Əgər işdir, özündən sonra sadalama bir şey olarsa, sadalayarsa bir neçə üzvü, o zaman orada qoşu nöqtə də qoyacaq. Məsələn, deyək ki, sinifdəkilər yəni Əli, Həsən, Kərəm dərs oxuyurlar. Oxuyurlar deyək. Bax, bura bax. Sinifdəkilər ümumiləşdirici sözdür. Ümumiləşdirici sözdür. Və əvvəl, bax, buradadır. Eyni şeydir. Əvvəl vergül dəqiqdir.
O elə bil o vergül orada belə deyək də sənədləşdirilib. Onun qanuni kupçası var onun orada. O işlənməlidir. Amma burada qoşu nöqtəyə bax, bu birinci cümlədə işlədə bilmərəm, çünki sadalanmır. Deyir ki, Əli, Həsən, Kərəm, yəndən sonra sadalama var. Deməli, yəndən sonra mütləq qoşu nöqtəyə də ehtiyac var. Burada əlavə ilə bağlı deyil ki, qoşu nöqtə. Yox, qoşu nöqtə əlavə ilə bağlı deyil əslində. Əlavə deyil, axı burada əlavə var ki, bu həmçinin sözlərdir. Biz nə ilə bağlıdır bu qoşu nöqtə nədir? Buradakı ümumiləşdirici sözün qoşu nöqtəsi bağlayıcıdan sonraya keçir. Elə bir onun yerini vergül alır. Vergül deyir, dur rədd ol buradan. Onu gəlir, keçir, burada işlənir də. Yəni, neynəsin da cümlədən çıxıb gedəsi deyil ki, küsüb gedəsi deyil ki. Gəlir, keçir, burada işlənir. Düzdür mü? De görüm, de. Məsələn də bu kimi, yəni kimi. Məsələn də, Ayso, məsələn də belədir. Məsələn də yəndən eyni funksiyadadır bu cümlələrdə. Əvvəlində vergül dəqiqdir. Sonrasında qoşu nöqtənin qoyulmaması sonra da sadalamaya baxır. Uşaqların ən çox səhv elədiyi şeylərdən biri bu da duruq şərlərində. Bax, yazdırırsan, yazan da deyirsən bunu buradan, bax, məsələn, nə var burada çətin bir proses yoxdur da uşaqlar. Deyirəm ki, hər yeri, sonra deyirəm ki, yəni, dağı, çölü, düzü, nə bilim, gəzdim. Yəndən sonra sadalama var. Deməli, qoşu nöqtəni qoymalıyam da, yəndən sonra. Bir dənə cümlə var, mən burada həmişə uşaqlara onu yazdırıram, bu əlavə ilə bağlı. Ola bilsin, sürət qrupunda cümlələr fərqlidir deyə, onu yazdırmamışam sizə. Deməli, cümlə belədir. Deyir ki, atası, yəni Kamil kişi, onu hər yerdə, kənddə, şəhərdə, qəsəbədə, dağda axtarır. Cümlə belədir, yazmadım. Atası, yəni Kamil kişi, bax belə, atası, hara getdi atası? Atası, yəni Kamil kişi deyək. Onu, nə bilim, filan kəsi hər yerdən, həm kənddə, çöldə, düzdə axtarır. Deməli, neynirlər? %70 düz yazsa da, bir %30% uşaqlar neynir? Burada vergülü qoyur, burada qoşu nöqtə qoyur. Deyirəm, bala, bir bax gör, bunun atası bir dənədir də, düzdür, atası yəni Kamildir. Saymayın ki, burada Kamil, Əl Abbas, nə bilim, İspəndiyar, Hətəm. Bir dənədir də, bu bir dənədirsə, deməli, sən burada nə eləməlisən? Yəndən sonra heç nə yoxdur. Əlavədir, bəli. Əlavədir, vergül qoyursan və sonrasına dəymirsən. Nəysə, bu belə. İndi ümumiləşdirici sözlərə baxın. Bax, ümumiləşdirici sözlərin işlənmə məqamı var da, belə deyək. Ümumiləşdirici sözlər ümumiyyətlə həmciz üzvdür. Özü də, ümumiləşdirici sözün özü də həmciz sözünün bir parçasıdır, bir dənə üzvüdür. Məsələn, necə ki deyilir, bax, sinifdəkilər yazmışdır. Məsələn, deyək ki, hər yeri, dağı, düzü, kəndi, gəzdim. Ümumiyyətlə, bu həmcins üzvlərin özlərində də vergül var da, bilirik. Aralarında vergül qoyulmalıdır. İndi bağlayıcı varsa bağlayıcıya uyğun, bayaq dedik, həm də, ya da, gah da təkrar olanlar. Yoxdursa da elə özlərinin arasında belə vergül qoyulur. Sonuncudan sonra qoyulmur. Sonuncuya kimi vergüllər qoyulur. İndi burada baxın, bir də deyirsən hər yeri. Bu ümumi dağa, çölə, düzə, kəndə aid olan ümumi bir sözdür. Deməli, ümumiləşdiricidir. Ümumiləşdirici üzv əvvəl gələndə bu cür qoşu nöqtə qoyacağıq. Əgər həmin söz keçsə sonraya, məsələn, burada işlənsə, bir dənə baxaq, belə. Bax bu. Keçdi bura. Bu təkrarlanan, belə, sadalanan sözlər keçdi qabağa. Bu da gəldi. Bu da burada işlənmiş oldu. Nə edəcəyik? Bir dənə tire. Burada qoşu nöqtəni silək ki, bu bizi çaşdırmaz. O bayaqçındaydı. Tire qoyuruq. Yəni, əvvəl gələndə nə qoyuruq? Qoşu nöqtə, sonra gələndə tire. Bir də, bax, belə bir şey deyək də. Bayaq dedik, yenə də təkrar deyirəm o hissəni. Bir də burada indi yenə həmin vəziyyətdir. Yəni, bağlayıcısı da yaxud da məsələn işlənə bilər. O zaman təkrar olaraq bir daha deyək, nə edəcəyik? Yəni, məsələn işlənəndə həmin qoşu nöqtə keçir onlardan sonraya. Məsələn, yəni, o zaman qoşu nöqtəni bura qoyacaq.
Bir də o söz sonra işlənəndə. Məsələn, deyək ki, dağı, düzü, kəndi gəzdik. Düzdürmü? Dağı, düzü, kəndi gəzdik. Daha doğrusu gəzmədik, o gəzmədik, hələ tez gəzdik. Sonra deyir ki, hər yeri. Məsələn, bir sözlə. Hər yeri gəzdik. Bax, burada indi artıq bu hər yeri sözü gəlir burada. Bir sözlə sözündən sonraya keçir. T yenə burada qalır, bax bu. Sadəcə burada ara söz var, orada vergül qoyacaq. Bir sözlə sözü işlənəndə bayaq birbaşa o sözün özünü keçirdik. Necə eləmişdik? Məsələn, hər yeri sözü, məsələn, deyir ki, dağı, çölü, düzü, hər yeri gəzdim. Burada tire qoyulacaq da. Özdən sonra, həmcislərdən sonra işlənəndə tire, əvvəl işlənəndə qoşun nöqtə. Amma sonra işlənəndə bir də bir sözlə sözü işlənir. Bax, bu söz burada olmasa, bu söz burada olmasa, nə baş verəcək? Birbaşa tire. Eğer ki, dağı, düzü, kəndi, hər yeri gəzdim. Birbaşa tire. Və hər yeri ümumiləşdirici sözdür. Amma bu söz işlənəndə bir sözlə, amma tək bir sözlə sözü deyil ha. Burada işlənə bilən sözləri mən sizə deyim. Qabağınıza çıxa bilər. Bir sözlə, ümumiyyətlə, Yekunlaşdırıcı ara sözləri. bəli. Ümumiyyətlə, sonra ümumən, bir dənə də vardı, o yadıma düşsə deyəcəm. Nəhayət, xülasə. Yox, xülasə. Hə, xülasə. Xülasə işlənə bilər. Bax, burada bunlar işlənə bilər. Eyni durğu işarəsidir. Yəni, burada tutaq xülasəni də qoysaq, əvvəlinə tire, sonrasına vergül qoyacaq. Ara sözlərdir. Əslində, ara sözlərdə durğu işarələri bu cür deyil də, bunu bilirik. Ara sözlərdə sadəcə vergül qoyulur. Modal sözlərdə, ara sözlərdə. Hər ikilər. Amma bu məqam olaraq burada ümumiləşdirici söz var. Burada mənim elə bir sözün yerinə yəni ola bilər bəs. Yox, burada yənin işləmə məqamı qabaqdadır. Burada işlənə bilim. Çünki, baxın, aydınlaşdıran ifadələr qabaqdadır deyə, aydınlaşdıran ifadələr qabaqdadır. Hər yer, yəni hər yeri demək düzgün deyil. Hər yeri, yəni dağı, çölü, düzü deyə bilərsən, amma dağı, çölü, düzü, yəni hər yeri yox. Çünki hər yeri aydınlaşdırmır. Başa düşdünüz nə demək? Sonra tıklayın dostlar, tıklayın. Hə. Bütün nəticə bildirən ara sözlərə aiddir bu dediyiniz qayda? Əvvəl tire, sonra vergül. Bu məqamda Bəli. bütün nəticə bildirən ara sözlər burada işlənə bilərmi ki? Bax, ümumən, ümumiyyətlə, beləliklə, müxtəsər, qısası işlənə bilər. Qısası hər yeri, müxtəsər, beləliklə, ümumən. Əksinə olsa da. Beləliklə sözün işlənməsi məncə o qədər də məqsədə uyğun deyil. Əksinə. Əksinə, məsələn, işlədə bilmərik, məsələn, uyğun deyil. Hamısı üçün demək olmaz. İndi məzmun etibarilə kontekstə görə uyğun gələnləri var. Uyğun gələnləri işlənə bilər. Amma məsələ nədir? Bax, kitabda da biz öyrəndə təkcə bir sözlə sözünü işlədirik, plan edirik deyə. Ona çox köklənirdik. Bir də görsən, qabağımıza gəlib başqa söz çıxır həmin mövqedə. Əslində, çıxmağı da normaldır. Xüsusən 3-cü qruplar üçün blok imtahanında daha çox çıxa bilər bu qabağınıza. Amma topluda bir dənə sual var bununla bağlı. Bax, orada da bunların hamısını işlədir. Xülasə, ümumən, ümumiyyətlə, variantlarda deyir ki, hansında səhv var deyir, nəsə belə bir şey deyil. Hə, ümumiləşdirici sözdə deyir. Deyirsən, ümumiləşdirici söz işlənməmişdir deyir cümlədə. Bax, belə bir nümunə testi. Orada bunların hamısını işlədir. Amma orada birisinin cavab nətər bir şeydir. Elə bir ki, burada sözlər deyil, sözlər. Onun yerinə cümlələrdir. Sonra bir sözlə tutaq ki, tipli söz işlədib, sonra burada da bir dənə cümlə işlədib. Cümlələr. Məsələn, belə deyək də, yağış yağır, külək əsir. Məsələn, yazır orada yağış yağır, külək əsir, duman olur. Bir sözlə hər şey baş verir. Başa düşdünüz nətər? Bu, elə bir ki, üzvlərin ümumiləşdirməsi deyil, cümlələrin ümumiləşdirməsidir. Yəni, çünki ayrı-ayrı mübtədə xəbərli cümlələrdir də. Düzdür mü, Yağmur? Elə biləcək, burada indi qayda anlamda dərsin.
İşte birdən yadından çıxıb YouTube-da açıq qalıb eləsə, ən çox sənin adın gələcək burada. Nabilə şeir demişəm, o gələcək. Bəlkə ümumi paylaşım, nə deyirsiniz? Paylaşın. Açıq paylaşım. Mobil Nabilə şeir demişəm gül kimi. Hə Nabil? Müəllim, mənə verdiyiniz o premium hesab var deyə, onu tav edərsiniz orada. Hangisi? Nə? Vermişdiniz mənə hesab. Sənə hesab Tav vermişdim. edərsiniz orada. Hansı hesab? Hayatınızda değil mənim. Premium hesab yox idi. Dediniz verəcəm. Sonra verdiniz o. Premium hesab? Nəyin premium hesabı? YouTube'da mənim verməmişdiniz. Necə yadınızdansa? YouTube'da. Hə, şey deyirsən, nə deyirlər ona? Yöneticilik. Ay müəllim, ondan mənə niyə vermirsiniz? Hər canlınızın altınıza yazıram ki, mənə də verin, amma vermirsiniz. Ki vermirsiniz. Axırıncı canlı yayında İsmail mənə vermişdi də. Hər canlı yayımda 2 nəfərə verirəm də. Ödülləndiririm. Bu dəfə sən ayın ola bilsin əvvəllərində, ayın əvvəlindən sonra, birindən sonra bəlkə hər gün axşam canlı yayım elədim saat 10-11-də. Planlayıram indi. Tamam. Uşaqlar, gəldik, çıxdıq hara? Əsas məsələ vasitəsini. Bunu da dünən izah eləmişəm də, amma bir daha burada bax, burada rənglənmiş cümlələr var. Onlarla qısaca bir daha keçəcəm. Dünənləri keçən dərs demişəm bunları sizə. Qoy görüm, vasitəsini itiqayət burada nə görürük? Vasitəsini itiqayət burada cümlələr var mı? Şablonlar olmalıydı da, qoy baxım, görüm tapsam. Ha, bu işləmək üçün cümlələrdir, bu deyil. Bunu kim açdı, mənim xəbərim olmadı. Hə, yağmur, bunu kim açdı? Hə, bax bunlar. Deməli, burada indi yaxşı, mən demirəm, bunu siz deyərsiniz. Birinci cümlədə məsələn durmuş hal, bax təkkiyə yazılıb üstünə, görürsünüz. Sizə keçən dərs izah eləmişəm. Məsələn, kim desin? Məryəmdə görün birinci cümləni. Müəllif sözü hansıdır? İzah elə. Müəllif sözü hansıdır? Vasitəsi hansıdır? Nə qoymalıyam? Harada qoymalıyam? Mən prosta ovçudan sonra orada nə yazılıb görürəm, bir şey Deyir ki, Şamil ovçudan soruşdu. Bəli. Deməli izah edirəm. Ay, öz səsim gəlir, görəmirəm ekranı. Deyir, Şamil ovçudan soruşdu, bunu necə vurmusan? Mən burada müəllif sözü birincidir. Çünki nitqi deyən şəxs Şamil ovçudan soruşduğunu demir. Birinci gələn müəllifin sözüdür, ondan sonra gələn vasitəsiz nitqdir, yəni həmən şəxsin dediyi sözdür. Birinci müəllifin sözü gəldiyinə görə, həm də bu dialoq formasındadır, yoxsa deyil? Təkkiyə yazılıb. Təhkiyə, görükmür, bəli, təhkiyə formasındadır. Birinci müəllif sözü gələndə özündən sonra qoşa nöqtə qoyulacaq, sonra dırnaqlar açılacaq. Bunu necə vurmusan? Sual cümləsidir. Sual, sonra da dırnaqlar bağlanılacaq, bu qədər. Aha. Eyni cümləni dialoqa çevirsək necə eləyəcəydik? Eyni cümləni dialoqa çevirsəydik, müəllifin sözü yuxarıda qalacaqdı. Qoşa nöqtə qoyasaydık, sonra aşağıya keçirəcəkdik nitqi. Ondan sonra özünə əvvəlki qalan dırnaqları da götürəcəkdik, bir də sual. Əla, qəşəng. Sonra ikinci forma nədir? Baxın, burada olsa rənglərlə fərqlənib müəllif sözü və vasitəsi. Amma biz, belə deyim də, bizim özümüz onu, kimsə bizə rəngli verməyəcək də, təbii ki, testi. Bu, izah üçündür deyə belədir. Duruş həlləri buraxılıb. İkinci cümləni. Deyimlər. Kimdir o deyim deyən? Bir yeni səs, 40 nəfər uşağı, 40 nəfərdən bir nəfər ürəkli olub qabağa çıxmır. 1-2-3 nəfər ancaq deyir ki, mən deyim. İbrahim, de görüm. Dırnaqlar asılacaq burada, ikincidə. Aha. Sonuncuda sual qoyulacaq, dırnaq bağlanılacaq. Bunu necə vurmusan? Sual, dırnağa bağladıq. Vergül tire olacaq. Yandın İbrahim, yandın. Məni də yandırdın. Bayaqdan onu gözləyirəm ki, onu deməyəsən. Sual var, müəllim, vergülə ehtiyac qalmır. Sual olanda vergül tire olmur. Sual olanda təkcə tire. Keçirsən müəllif sözü. Deyə sözündən sonra nə qoyacam bura? Deyədən sonra. Deyədən sonra. Biz də yəni çəkiliniz. Çəkildim.
Sən lap otaqdan da çıxa Heç bilərəm. sal, heç salmayacağam. Niyə? Müəllifin sözüdür də. Davam eləyir də müəllifin sözü. Yəni ümumiyyətlə bax keçən dəfə də sizə demişəm, deyə sözündən sonra heç bir halda heç nə qoymayasınız. Bax bu hissədə heç vaxt heç nə yoxdur. Yəni bura boşdur. Ümumiyyətlə burada qoymaq düzgün deyil. Niyə? Çünki deyə elə bir sözdür ki, o bitmir ki, ondan sonra təzədən vasitəsiz işlənsin. Məsələn, dedi ola bilər ortada işlənsin. Məsələn, burada var, görürsünüz aşağıda. Amma burada bəzən uşaqlar görürsən, burada vergül tirə qoyub belə yanlış və ən çox edilən səhvdir. Çünki bu vasitəsiz nitq deyil axı. Şamilovdan soruşdu, vasitəsiz nitq deyil. Deyə bu Şamilovdan soruşdu, bir yerdə müəllif sözü. Deyə Şamilovdan soruşduğunu heç kim deməyib. Yəni bu sonra danışan adam deyir də, təhkiyəçi deyil. Şamilin özü nə deyib? Şamil deyib ki, bunu necə vurmusan? Şamil öz deməyib. Deyə Şamilovdan soruşdu. Məsələn, mən sizə soruşuram ki, uşaqlar dərsə hazırsınız. Deyə Rəşad müəllim uşaqlardan soruşdu. Bunu deyirəm. Niyə deyim ki bunu? Mənim sözümü kimsə desə, sonra Aysun desə ki, müəllim dərsdə dedi ki, uşaqlar dərsə hazırsınız, deyə müəllim onu uşaqlardan soruşdu. Bunu deyə bilər. Amma, yəni dediyim kimi. Sonra üçüncü forma. Deyim müəllim. Mən də şimdi. Kim o? Emilia. De görüm. Burada təhkiyə formasında da Əkrəm dostlarına müəllifin sözüdür. Özündən sonra qoşan nöqtə qoyulur. Mən gəlməliyəm nitqdir. Burada deməli dırnaqlar açılır. Sonra mən gəlməyəcəm də bağlanır. Və dedidən əvvəl vergül tirək. Bəli. Nöqtə. Çünki burada elə bir ki, üçüncü forma müəllifin sözünün arasında vasitəsiz var. Yəni, Əkrəm dostlarına dedi. Bunu sözü deyən adam deməyib. Sonra danışan adam deyib. Əvvəl Əkrəmin dediyi haradır? Mən gəlməyəcəm. Vəssalam, Əkrəm bunu deyib, çəkilib qırağa. Sonra Əkrəmin sözünü deyən adam deyir, Əkrəm dostlarına dedi. Bunu sonraki danışır. Və ona görə də hər iki tərəfdə bu cür. Müəllifin sözlərindən sonra qoşun nöqtə dırnağı açırıq, dırnağı bağlayır. Bir dənə Emilia, bunu da görün. Bəs bu cümlənin dialoqunu yazsaq necə olar? Dialoq formasına çevirsək, mən gəlməyəcəm sözü aşağı düşəcəkdi. Əkrəm dostlarından sonra qoşan nöqtə. Mən dırnaqlar açılacaqdı, mən gəlməyəcəm, mən əvvəl tirək. Dedidə də eyni cür olacaqdı. Sadəcə dırnaqları atıb, Bəli, belə deyək. Bax, bu hissəni aşağı salıq. dırnaqsız. Bəli, keçirəcəkdik bura. Tirək atırıq qabağına. Qabağına da tirə atırıq, oldu dialog. Yox. Vəssalam. Yəni dırnaqlar qaldı. Bax, dırnaqları keçsinlər. Bizə dırnaq lazım deyil. Deyim mən. Tamam, sonraki cümləni de Aysun. De görüm de. De. Amma qoy bir dənə burada bir dənə. Tamam de. Şimdi- Tamam de. Daha demirsən, tanışdırmışıq. De gəlsin. Mən birinci vasitəni kim götürsək, birinci dırnaqlar asılacaq, sabah görüşərik. Dırnaqlar asılacaq, sabah görüşərik, vergül, tre, Burada dırnaq sonra açın. yenə vergül, tre. Yəni orada dedim açacağıq, sonra vergül, tre, sonra dırnaqları bağlayacaq. Narahat olmadan sonra dırnaqları bağlayacaq. Və nöqtə. Aha, bəli. Bunun dialoqunu yazsaq nə edəcəyik? Sabah görüşərik. Burada tre ilə başlayacaq. Sabah görüşərik, tre, vergül, dedi. Elə eyni şəkildə gedəcəkdir. Mən prosta dırnaqları atacağıq sadəcə. Aşağı sətrə keçilmir, eləmi? Keçirə bilər ya, olsa keçirə Yox, bilər. yox. Niyə ki? Bax, nitqlə başlayıb. Cümlə nitqlə başlayırsa, Yer bitəndə keçirəcək. yəni o heç o yer bitir, ərazi qutarır, ondan sonra keçməzdir, məcbursan da. Hə, amma belə yer bitəndə başqa məsələ. Amma nəyəsə görə bayaqki kimi aşağı keçmək lazım deyil. Müəllif sözü əvvəl gələndə aşağı keçirik. Oruc, buyurun dedi, nədən şikayətsiniz? Qoy görün bunu kim dedirək. Mən deyim. Müəllimə deyim. Təzə deməyən adamlardan istəyirəm. Türkan, Mən deməmişəm. sən deməmsən. Mən də deməmişəm. Türkan, Cansu, de görüm Cansu. Cansu bugün qəşəng bir bal paylaşıb. Maşallah olsun. Təbrik edirəm, inşallah buraxılışda ondan da çox olsun. De görüm Cansu. Oruç buyurun dedi. Nədən şikayətsiniz? Əvvəlcə oruçdan sonra nöqtə qoyuruq, qoşa nöqtə. Aha. Buyurun, dırnaqlar açılır. Dırnaqlar açılıb, sonra vergül tiri dedidən əvvəl, sonra yenə vergül tiri. Nədən şikayətlisiniz? Sual işarəsi qoyulur.
də dırnaqlar qapanır. Diyalog yazsaq eyni cümləni. Diyalogla yazsaydıq, buyurun, elə bil ki, orada aşağı keçirdik, qabağına tire qoyurduq. Buyurundan başlayıb axıra qədər aşağı keçiririk. Dırnaqlar atılır. Bəli, bax bu hissəni keçirəcəyik tamamilə aşağı. Belə, bu formada qabağına da bir dənə tire qoyuruq. Olur diyalog. Tamam, gəlin burada bir iki dənə cümlə var idi. Mən sizə onları gördüm də bayaq. Görüm həvəslisiniz, yazmaq istəyirsiniz. Deyim yazın. Qoy görüm buradakı cümlələr nədir belə. Şifadə etsə olar mı? Şifahi desəm olar mı? Başqa variantın var sənin? Şifahidən başqa, şifahi deməkdən başqa. Yəni çıxıb da özün yaza bilərsən burada. Xeyr. Online sütunlarını qıra bilərsən, nə bil? Deyə şifahi desək olar mı? Müəllim, Bir daha deməm, yazırıq dəftərə. Hə, de görüm. mən sonra baxsam olar bu atdığınız videoya. Yox, pulla olacaq. Yox, indi çıxmalıyam, onun üçün dedim. Hı, tamam, get. O, kimin mahnısıydı? Get, dayanma, get, bürün daş qaşa. Gözünü doyulmaz məlli mizahı. Hə? Oyuncudan sonra danışın, elə buradayam. Qulağını eşdə arxanca danışmanın başqa ləzzəti var. Tamam, Ayxan de görüm. Birinci cümlə var, artıq burada rənglər yoxdur. Dünyanın rəngləri, dəyişən rəngləri yoxdur. De ki, bugünlük işlərimiz yekunlaşdı, dedi. Sabah eyni saatda burada olaq, deyə tapşırıq verdi. Burada mən əvvəldə dırnaq Aha. Dedikdən sonra reqliqə olur. Bugünlük işlərimiz yaxşılaşdı, dedi. Verdən əvvəl vergül tire, tamam. Sonra deyir ki, dedi. Sabah eyni saatdə burada olaq, deyə tapşırıq verdi. Dedikdən sonra reqliqə Dedən sonra da vergül tire. Sabah eyni saatdə burada olaq, deyə tapşırıq verdi. Burada dırnağı bağlayırıq. Vergül tire. Və salam. Bunu diyaloqa çevirsək nə dəyişəcək? Ayxan. Hı? Bunu diyaloqa çevirsək bir dənə dırnaqları atıb qabağına tire qoyacaq. Aşağı keçirməyə zada ehtiyac olmur. Çünki bu vasitəsi nitqlə başlayıb, nitqlə. Tamam. Vasitəsini qutaran yerə qoyulur, amma Nə? dırnaqlar. Dırnaqlar vasitəsini qutaran yerdə qoyulur. Bəli. Yəni məsələn burada verdi var idi, mən ondan sonra niyə qoymadım? Deyə tapşırıq verdi. Nə bil, o müəllif sözüdür. Müəllif sözü. Müəllif sözü dırnaqda yazılır. Xeyr. Həyatımı məhv elədim, nə bil. Xəyallarımı yıxdım, nə bil. Desəy də, de. Deyir ki, Cəmil əsəbi halda, çətin cümlədir, ha deyəsən bu. Qoşun ötdəm, Aşağıdan tire. tire. Sonra bilirsən, vergül. Bilirsən, Akif. Get buradan vergül tire. Ha, vergül tire. Get buradan deyən. Burada Akifdən sonra falan heç nə yoxdur ki, yəni bir də. Bilirsən, Akif xitabdır. Ondan sonra vergül qoyuram. Get buradan. Buradan deyədim, vergül tire. Burada vergül tire. Cünük yoxdur, ona yaxınlaşdı. Buradan necə tire qoyuram, sonra giz olacaq dedi. Deyədən sonra nəsə var idi? Yox idi. Deyə ona yaxınlaşdı. Bəli. Son vergül, sonra gec olacaq. Vergül tire. Sonra gec olacaq dedi. Deddən də deyə və vergül tire. Burada da vergül tire, bəli. Çünki nitq var da ortada. Oradan bura kimi nitqdir. Sonra gec olacaq dediyi sözdür. Tamam da tamam, tamam da tamam. Uşaqlar, bu da belə. Tamam, sonrakine baxaq. Bunu kim deyir? Arzu.
Niyə yoxsan ay Arzu? Niyə kaybolmusan? Bəli, biraz yine hastayım. Xəstəsən. Tamam. Allah şəfa versin. Sağ olun. Nuranə de görək. Deyim də mən. De görüm de. Cümləni görə bilsəm deyəcəm. Elə əsəbi danışma da Nuranə. Bax, elə əsəbi danışma. Yaxşı. Xahiş edirəm, maşını tez sürün deyə o sürücünü tələsdirdi. Mən gecikirəm. Hə. Dırnaqlar açılır. Tamam, dırnağı sənə görə açdıq. Başqası desəydi açmazdın. Aha, Xahiş edirəm sonra vergül. aha. Maşını tez sürün deyədən əvvəl vergül kreyib. O sürücünü tələsdirdi. Tələsdirdidən sonra vergül. O da vergi zat yoxdur ki, bir dənə olar heç. Neden diyeceğim? O sürücünü. Bir dakika müəllim, o sürücünü. O sürücünü tələsdirdi. Əslində qoymaya da bilərik. Bəli, ona görə çaşdım. Hansı sürücünü, o sürücünü kim Bu vergi qoysan da olar, mən qoyuram da, qoyaq. Tələsdirdidən sonra da vergi qoyun. Vergi qoyun, başqa şey qoymayım ki. Tələsdirdi. Vergi kreyib. Mən gecikirəm, çünki vasitə sinif var. Bəli. Tamam da, tamam. Sonrakine baxaq. Kim deyə bilər? Müəllimə deyim. De Nabil, de. Bəli. Sonra başını qaldırıb. Bəli. Sonra başını qaldırıb. Bundan sonra 2 nöqtə. Altdan tiri. Mən bu kəndin ağası. Məndən sonra mən vergi qoyacaq. Qoydum. Sonra bu kəndin ağasından sonra vergi qoyacaq. Qoydum. Heç vaxt sizinlə razılaşmayacağam. Vergül tiri. Daha əsəbi danışdı. Ondan sonra vergül tiri. Köçümüzü yığın vergül. Buradan gedin vergül tiri. Bu cümləni düz ya. Məni çatladıb öldürəsən də sən. Bilmirəm, əsəbimə görə. Bayaq verdiyi suala bax, cümlənin bütün çətin cümlədir ha bu. Bax, bu vergüllərin səbəbini də görüm Nabil, bax bu vergüllər. O xəbərlə mən uzlaşmama görə. Sağ ol. Şu adamsın. Belə şeylər deyim sənin tərifiyimdə Nabil. Niyə mənim ömrümü düşürülürsən Nabil? Elim var. Kimdir o deyim deyən? Kim mi? Türkan de görüm. Evin çantasını götürdü dışarıda. Aha. Saatini koyuyor. Aha. Ama verdi. Ben dediler. Verdi dedi. Mən dedi, mən gedirəm dedi. Verdi. Tekrar cevap. Rahmet olsun. Tekrar cevap verdi. Rahmet olsun. Burada vergül. Bəli. Əla. Uşaqlar, biz bir dənə vergül məsələsini harda qaldıq? Xitab ara sözlər demədik, yadınıza gəlir. Narahat olmadan sonra nidə qoymaq olar? Narahat olma. Ha, burada. Cümlənin sonunda məzmuna o intonasiyaya baxır. Durum işarəsi qoya bilərsən. Uşaqlar, bir dənə indi yadıma düşür. Onsuz da xitab ara sözlərinin vergüllərinin birisi də eyni şeydir. Bir dənə bilirsiniz nəyi mən sizə demək istəyirəm onunla bağlı. Bax, xitabla ara sözün arasında bir dənə fərq var. Fərq var durum işarəsi. Bunu kim deyə bilər? Bəlkə sizdən soruşum. Sonra özüm izah edərəm. Ara sözlərdə bəzən tirədən də istifadə olunur, bir sözdən. Yox, o heç. O məqam o bayaq demişdik, o başqa bir şey. Xitabla ara sözün arasında bir vergül fərqi. Ya, bir vergül deyirəm, bir dənə durum işarəsində fərqli məqam ola bilər. Məsələn, cümlənin əvvəlində gələn xitab, cümlənin əvvəlində gələn modal söz, ara söz. Tutaq. Aysa, bax o kimdir? Oğlum, sözlərimə yaxşı qulaq as. Bax,
Baxın, burada oğlum sözü xitabdır və nida da qoya bilərsən. Amma ara söz gəlsə burada cümlənin əvvəlində düzü belə düşünmürdüm. Burada dəqiq vergüldür. Başa düşdünüzmü? Burada vergül də qoya bilərsən, nida da qoya bilərsən. Bu bilirsiniz nəyə oxşuyur? Modal sözlərlə nidaların duruş işarəsinə. Bayaq demişdim ha. Nida işlənəndə cümlədə nidadan sonra nida işarəsi də qoya bilərik. Nitq hissəsi nidadan sonra nida işarəsi də qoya bilərik. Xitab da eyni şeydir. Xitabda da bax cümlənin əvvəlində gələn xitabdan sonra vergül və ya nida, bax bu fərqdir. Modal ara sözlərlə bunun arasında fərqli məqamdır. Və yadınızda saxlayın. Sonra qabağına çıxacaq deyəsiniz ki, belə. Ortada gələndə onsuz da eynidir. Xitab da cümlənin ortasına gəlsə hər iki tərəfdə vergül, ara söz də cümlənin ortasına gəlsə hər iki tərəfdə vergül və sonda gələndə də özdən əvvəl vergül ikisində də var. Bir dənə cümlənin əvvəlində gələndə özdən sonra xitabda nida və ya vergül. Oldu mu? Hamınız kameranı söndürmüsünüz, elə bil ki. Hə. Vaxtəsizlik buraxılışa düşəcək bu. Nə? Vaxtəsizlik. Niyə düşmür ki? Mən də bildim, bir bloka düşür. Yo, proqramımızda var. Buraxılışın proqramında var. Elə şey mi olar? Mən buraxılışın proqramına baxmamışsa dərs mi keçirəm? Tamam, şu an. Yaxşı, onda bir dənə indi sınaqlar atacağım. Buraxılış sınağı da atacağım, seçmə sualları da atacağım, vasitəsini qayıtda. Duruq işarələrlə. Onları da işləyim. Mən elə biləm daha 2 dərsdir bu mövzunun üstündəyik. Keçən dərs bu dərs bir problemimiz olmaz inşallah ki. Buraxılış sınağı da atacağım. Keçən dəfəkindən də bir yerdə yoxlayarıq. Yaxşı mı? 25 atmalıyam mən sizə. 25. Tamam. 25 burada vaxtəsizlik seçməli. Hə, bu axşam atacağım hamısını. 26-nı da attım bə. 25, 60, 24-də onda baxmamışıq hə səhvlərlə. Tamam. Bir dənə onsuz da uşaqlar, indiyə kimi idi. İndən sonra buraxılışlar ola bilsin 2 dənə attım hər dəfə. Ola bilər. Qoy, bizə dəqiqə artıq şeydir də, son dərslər proqram qutardı. Ona görə bir iki dənə desən şeylərimiz qaldı, mövzularımız. Onları da yekunlaşdıraq. Ondan sonra 2 atacağım buraxılışları. Mən gəlin dərsi duruş əvvəl. Yəni ki, gördüm. Hə, duruş işarələri. İndi tabeliyə baxmışıq biz. Tabeliyə baxmışıq, sınavını işləmişik. Tamam, indi atacağımı gələn dəfə yoxlayarsınız, yazarsınız. Yaxşı. Tamam. Oldu, gecəniz xeyir olsun. Sağ olun. Geceler karşı. Geceler olsun. Elə qarşı. Belə.